birlikte holistik həyat təqdim edir. Həyatının yaradıcısı, qurucusu olmaq və yaxud hər şeyi sıfırlayıb yenidən başlamaq və ya hər hansı bir hədəfinə doğru addım atmağa qorxduğun və ya addım atmaq üçün heç bir vaxt doğru zamanın gəlmədiyini düşünürsənsə, bu video tam sənə görədir. Problemlərimizin həlli üçün bəzilərimiz doğru məqamı gözləyirik, bəzilərimiz doğru şəraiti gözləyirik və yaxud bəzilərimiz də doğru insanı, bəzilərimiz də möcüzənin gəlməsini gözləyirik. Amma biz bilsəydik ki, möcüzə də, dəyişim də, şərait də, şərtlər də, xoşbəxtlik də, bədbəxtlik də, hər şey bizim öz iç dünyamızda baş verir. Elə fokusu öz iç dünyamıza verərik. Bir şeylərin həyatımızda yanlış getməsinin, sağlamlığımızın, özümüzü həm psixoloji, həm fiziki yaxşı hiss etməməyimizin, ailə sorunlarımızın, karyeramızın və başqa problemlərin səbəbini ətraf mühitdə, dövlətdə yaşadığımız ölkədə, ailəmizdə, dost tanışlarımızda axtarırıqsa, o deməkdir ki, hələ dəyişmə hazır deyil. Amma düşünməyə başlamısansa, niyə bəzi insanlar səninlə eyni şəraitdə, eyni şərtlər altında işləsə belə, karyerasını səndən daha üstün bir vəziyyətdə qura bilir, daha çox ekonomik gəliri var, xanım kimi və yaxud bəy kimi daha çox xoşbəxtdir, daha sağlamdır. Halbuki müqayisə etsən, eyni şərtlər altında yaşayırsınız və eyni mühiti, eyni insanları, eyni dostluqları bölüşürsünüz. Deməli, yaşadıqlarımızın, nailiyyətlərimizin, uğurumuzun, sağlamlığımızın səbəbi nə ailəmizdir, nə dostluqlarımızdır, nə yanlış mühitdir, nə yanlış şəraitdir. Biz özümüzük. Çünki yaşadığın hər şeyə görə məsuliyyət götürmək dəyişimin ilk addımıdır və ən önəmli addımıdır. Niyə önəmlidir? Çünki sən artıq çoxluğun bizə kodladığı ailəmizin, böyüdüyümüz mühitin, getdiyimiz məktəbin və yaxud da universitetin, yəni tədris ocaqlarının, genəl Azərbaycan mədəniyyətinin bizə kodladığı kodlardan artıq fərqli düşünməyə başlamısınız. Bu standart beyin proqramı və yaxud kodları nələrdir? Bəxtim yoxdur, adamım yoxdur, ekonomik krizdir, ona görə işlərim yaxşı getmir və yaxud da xanımlar haqqında ən çox eşitdiyimiz gözəl qızların bəxti olmur və s. Bu kodlar ki, bizim həyatımızın bütün sahələrinə, ailə seçimimizə, çətinliklərə qarşı ayaqda durmağımıza, karyera seçimimizə, uğurlarımıza, ekonomik durumumuza, sağlamlığımıza, həm psixoloji, həm də fiziki sağlamlığımıza necə təsir eləyir və necə o kodlara sahiblənmişik, avtomatik şəkildə necə bizi idarə eləyir, inşallah gələn videolarda daha geniş aydınlıq gətirəcəm. Hər cümə bənzəri videoları izləmək üçün kanala abunə olmağı və bəyənməyi unutmayın.